Salam, hörmətli dinləyicilər. Bugünkü dərsimiz həqiqi ədədlər mövzusudur. Həqiqi ədədlərin tərifini verməmişdən əvvəl, birinci dərsdə öyrəndiyimiz natural ədədləri təkrar yadımıza salaq. Natural ədədlər saydığımız bütün ədədlər natural ədədlər adlanırdı və natural ədədlər çoxluğu birdən başlayaraq sonsuz sayda gedirdi. 1, 2, 3, 4 və s. Bu formada saydığımız bütün ədədlər natural ədədlər çoxluğuna aid idi. Natural ədədlər və onların əksi və sıfırda daxil olmaqla bu ədədlər isə tam ədədlər çoxluğu deyilir və yaxud da natural ədədlərə sıra nəzərən simmetrik olan tam ədədlər mənfi tam ədədlər çoxluğu adlanır və z üstü mənfi ilə işarə olunur. Natural ədədlər çoxluğu isə müsbət tam ədədlər çoxluğu adlanır. Yəni z üstü müsbət ilə n-ə bərabərdir. Mənfi tam ədədlər çoxluğu isə natural ədədlərin əksi olur. Deməli, natural ədədlər, onların əksi və sıfırda daxil olmaqla bunlar adlanır tam ədədlər çoxluğu. Yəni, tam ədədlər çoxluğu z bərabərdir. Mənfi 4, mənfi 3, mənfi 2. Bunlar sonsuzlara gedir, sağa sola. Görür ki, sıra görə nədir? Simmetrikdir bunlar bir-birinə. Mənfi 1, 1, 2, mənfi 2, 3, mənfi 3 və s. Yəni, natural ədədlər, onların əksi və sıfırda tam ədədlər çoxluğuna aiddir. Amma sıfır natural ədəd sayılmır. Rasional ədədlər nəyə deyilir? Rasional ədədlər A bölü B şəklində göstərilə bilən bütün ədədlər rasional ədədlər çoxluğu adlanır. Biz həm natural ədədləri, həm də tam ədədləri A bölü B şəklində göstərilə bilərik. Misal üçün, 3-də 6. Bu əslində 2-yə bərabərdir. Amma A bölü B şəklində göstərmək mümkün olur. Ona görə bütün öyrəndiyimiz natural ədədlər eyni zamanda rasional ədədlərdir. Və yaxud da tam ədədlər deyək ki, mənfi 12. Bunu yaza bilərik mənfi 2-də 24. Yəni, yenə də A bölü B şəklində göstərə bilirik. Və yaxud da mənfi 24 bölü müsbət 2-də yaza bilərik. Ona görə həm natural ədədlər çoxluğu, həm də tam ədədlər çoxluğu eyni zamanda rasional ədədlər çoxluğuna da daxildir. Deməli, natural ədədlər çoxluğu tam ədədlər çoxluğunun alt çoxluğu olur. Çünki tam ədədlər çoxluğunun içərisində natural ədədlər də var. Rasional ədədlər çoxluğunun içərisində isə həm natural, həm də tam ədədlər çoxluğu olduğu üçün həm natural, həm də tam ədədlər çoxluğu rasional ədədlər çoxluğunun alt çoxluğu olur. Rasional ədədlər çoxluğu da Q hərfi ilə işarə olunur. Yəni, bizim bildiyimiz bütün kəsr ədədlər, mənfi kəsr ədədlər, qarışıq ədədlər, natural ədədlər, tam ədədlər hamısı rasional ədədlər çoxluğuna daxildir. Dövrü olmayan sonsuz onluq kəsirlərə və yaxud da belə də demək olar, A bölü B şəklində göstərilə bilməyən ədədlər irrasional ədədlər çoxluğu adlanır. Dövrü olmayan sonsuz onluq kəsirə. Yəni, qısaca belə desək ki, tam kök çıxmayan ədədlər. Məsəl üçün, kökdə 2 var, kökdə 3, kökdə 10, 3-cü dərəcənin kökdə 11. Bunlar hamısına adlanır, irrasional ədədlər çoxluğu adlanır. Yəni, A bölü B şəklində göstərmək mümkün deyilsə, dövrü olmayan sonsuz onluq kəsir. Dövrü olmayan sonsuz onluq kəsir nə deyilir? Yəni, vergüldən sonra rəqəmlər burada sonsuz sayda gəlir, amma təkrarlanma prosesi baş vermir. Dövrü onluq kəsirlərdə isə biz əvvəlcədən adi onluq kəsirləri keçərkən orada dövrü onluq kəsirləri demişdik. Dövrü onluq kəsirlərdə isə müəyyən bir mərhələdən sonra təkrarlanma baş verirdi. Burada isə təkrarlanma olmur. Və həmin ədədlər adlanır, təkrarlanma yoxdursa, yəni dövr yoxdursa, ona deyilir irrasional ədədlər. Burada bildiyimiz pi ədədi irrasional ədəddir, y ədədi irrasional ədəddir. Dediyimiz kimi yenə də tam kök çıxmayan bütün ədədlər irrasional ədədlərdir. Rasional ədədlərin cəmi, fərqi, hası, nisbəti həmişə rasionaldır. Yəni, 2 rasional və yaxud da 3 fərqi yoxdur. Bütün rasional ədədlərin cəmi, fərqi, hası, nisbəti həmişə rasional olur. İrrasional ədədlərin cəmi, fərqi, hası və nisbəti rasional da ola bilər, irrasional da ola bilər. Misal üçün, kökdə 2 vurulsun, kökdə 8. İkisi də irrasionaldır. Elədir, kökdə 16, cavab oldu 4. Oldu rasional. Eləcə də fərqi, eləcə də nisbəti, eləcə də cəmi həm rasional, həm də irrasional ola bilər. Rasional və irrasionallərin
cəmi fərqi, yəni biri rasional, biri irrasionalsa, onların həm cəmi, həm fərqi, həm hasili, həm də nisbəti hər zaman sıfırdan fərqli olmaq şərti ilə həmişə irrasional ədədlər olur. Yəni, rasional ədədi, irrasional ədədləri toplasaq, çıxsaq, vursaq, bunlar hər zaman, yəni ədədlərin içərisində bir dənə irrasional varsa, demək ki, artıq nəticə irrasional olacaq. İndi rasional və irrasional ədədlərin nə olduğunu bildikdən sonra gəlirik həqiqi ədədlər nə edilir? Deməli, rasional ədədlərlə irrasional ədədlərin birləşməsi adlanır həqiqi ədədlər çoxluğu. Rasional və irrasional ədədlər çoxluğunun birləşməsi adlanır həqiqi ədədlər çoxluğu. Yəni, rasional ədəd irrasional ola bilməz, irrasional ədəd də rasional ola bilməz. Yəni, bunlar bir-birindən fərqlidir. Burada da əgər diaqramla göstərəsi olsa, deməli, natural ədədlər tam ədədlərin çoxluğu alt çoxluğu olur. Alt çoxluq tam ədədlər də rasional ədədlərin alt çoxluğu olur. Amma A bölü B şəklində göstərilə bilməyən və ya dövrü olmayan sonlu kəsrlər adlanır irrasional ədədlər çoxluğu. İrrasional ədədlər çoxluğu da Q ştriklə işarə olunur. Onların hamısı birlikdə isə, rasional və irrasional ədədlər çoxluğu birlikdə isə adlanır həqiqi ədədlər çoxluğu. Real sözünün baş hərfi R hərfi ilə də işarə olunur. Deməli, həqiqi ədədlər çoxluğu olur R. Rasional və irrasional ədədlər çoxluğu birlikdə adlanır həqiqi ədədlər çoxluğu. Yəni, bizim öyrəndiyimiz bütün ədədlər həqiqi ədəd adlanır. Buna natural, tam, rasional və irrasionallar hər birisi daxildir. Və diaqramda da bu şəkildə göstərmiş oluruq. Burada misalda kökdə 3 çıx kökdə 2 ədədinin irrasional ədəddir. Bu, əksi ilə tərsini tapın. Əksi ədədlərin əksi dedikdə qabağına mənfi qoyuruq. Biraz əvvəl natural ədədlərdə dedik. Məsələn, 5-in əksi mənfi 5. Və yaxud da cəmi 0 olan ədədlər əks ədədlər adlanır. Tərsi isə, məsələn, 5-dirsə onun tərsi olur 5-də 1. 3-dürsə tərsi olur 3-də 1. 2-də 3-dürsə bunun tərsi deyəndə sürət məxrəc dəyişir, olur 3-də 2. Yəni, tərsini tapanda ədədin özü ilə tərsin hasili hər zaman 1 olmalıdır. İndi burada əksi oldu, mənfi qoyduğumuz üçün kökdə 2 çıx kökdə 3. Tərsi isə oldu 1 böl kökdə 3 çıx kökdə 2. Bunu irrasionaldan qurtardığımız zaman alırıq tərsi kökdə 3 plus kökdə 2. Və bunları bir-birinə vurduğumuz zaman cavab alırıq 2 çıx 3, o da bərabərdir mənfi 1-ə. İndi alfa və beta irrasional ədədlərdir. Alfa plus beta cəmi 0-dan fərqli rasional ədəd olarsa, ədədlərdən neçəsi rasionaldır? Əgər 2 ədədin cəmi, irrasional ədədin cəmi rasional olarsa, onda bunların fərqi alfa çıx beta irrasional olur. Yox, əgər alfa çıx beta rasional olarsa, onda alfa plus beta olur. İrrasional olarsa, cəmi fərqi irrasional olarsa, əgər alfa çıx beta rasional olarsa, onda cəm nə olur? İrrasional olur. Yəni, cəm rasionalsa, fərq irrasional, amma alfa beta hər ikisi irrasional ədədlər olarsa, alfa çıx beta rasionalsa, onda cəm nə olur? İrrasional olur. İndi alfa plus beta 0-dan fərqli rasional ədəddirsə, onda alfa çıx beta irrasional. Yəni, bu getdi, bu irrasionaldır. İkinci, alfa plus 2 betanı yaza bilərik. Alfa plus beta üstə gəl beta. Alfa plus beta rasional. Bu rasional, bu isə irrasional. Biz də dedik ki, rasionalla irrasional cəmi həmişə nə olurdu? İrrasional. Deməli, bu da getdi. Bu da oldu irrasional. Üçüncü, 5 alfa üstə gəl 4 beta. Bunu yaza bilərik. 4 vurulsun alfa plus beta üstə gəl alfa. 4 alfa plus alfa 5 alfa eləyir. İndi alfa plus beta rasional olduğu üçün bu oldu rasional. Deməli 4 vurulsun alfa plus beta olur rasional. Alfa da irrasional. Rasionalla irrasionalın cəmi də
Bizə yenə verildi nə? İrrasional. Deməli, bu da getdi. Bizdən rasional ədədi soruşur. Dördüncüsü isə dördüncüsü. Alfa, beta, ortaq məxrəc alfa, beta olanda 2 vurulsun beta plus alfa. Bunlar ixtisar gedən zaman qalır 2 vur, bu da 2 rasional, alfa plus beta da rasional. Onda bu da olur nə? Rasionalı rasional vuranda olur rasional. Deməli, o zaman buradan alırıq ki, bu dördüncü rasionaldır. 1-i 4. Və 5-ci də 2 vurulsun alfa çıx beta, müxtəsər maddüsünə görə alfa plus beta. Bunun biri rasional, cəm rasionaldır. Bu isə irrasionaldır. Rasionalla irrasional hasili də bizə nəyə verildi? İrrasional. Ona görə cavab olur irrasional. Yəni, burada cəmi bir dənəsi rasional olmuş olur. O da dördüncü. Sonra Dimin test topusunda olan suallardan bir dənəsi deyir, AB və BA iki rəqəmli ədədləri üçün A kvadrat çıx B kvadrat üstəgəl BA bərabərdir. AB bərabərliyi doğrularsa kök altda AB ifadəsinin qiymətini irrasional ədədə neçə AB ədədi var? Deməli, birinci buradan yazırıq ki, A çıx B, A kvadrat plus B kvadrat, A plus B. Bunu isə yazırıq 10A üstəgəl B bərabərdir. Daha doğrusu 10B üstəgəl A, 10B üstəgəl A bərabərdir 10A üstəgəl B. Buradan da A çıx B, A plus B, 10B plus A-nın sağa keçisi 10A çıx eləyir 9A, 9B. Buradan da A çıx B, A plus B, 9 vurulsun A çıx B. İndi A ilə B sıfırdan fərqli olsun, bunları ixtisar apara bilərik. Buradan alırıq ki, A plus B bərabərdir 9. Yəni, rəqəmlərin cəmi 9 olmalıdır. Bu şərt ödənməsi üçün. Rəqəmlərin də cəmi 9 olan 1, 8, 2, 7, 3, 6, 4, 5. Sonra 8, 1, yerlərini dəyişdirib yazma olar. 7, 2, 6, 3, bir də 5, 4. Amma bunların içərisində 81 olmaz. Çünki deyir, ifadəsinin qiyməti irrasional. Kök altda 81 rasional olduğu üçün götürmürük. Kök altda 36 rasional olduğu üçün götürmürük. Yerdə qalanlar isə irrasional olur. Onların da sayı 1, 2, 3, 4, 5, 6. Deməli, cavab olur 6. İndi gəlirik ədəd oxu. Üzərində orta başlanğıc nöqtə, bərabər bölgü və istiqamət olan oxa ədəd oxu deyilir. Deməli, üzərində başlanğıc nöqtə 0, 0-dan götürdük və bərabər bölgü, yəni 0 ilə 1-in arasındakı məsafə, 1 ilə 2, bunların hamısı, bu məsafələr hamısı bir-birinə bərabər olmalıdır. Bərabər bölgü olmalıdır. Buna deyilir ədəd oxu. 0-dan sağa getdikcə ədəd böyüyür, sola hərəkət etdikcə isə ədəd kiçilir. Yəni, 0-dan sola nə qədər uzaqlaşırıqsa, ədəd kiçilir. 0-dan sağa nə qədər gediriksə, ədəd böyüyür. İndi burada ədəd oxu üzərində 7 ədədindən 13 vahid məsafədə yerləşən ədədləri tapın. Bunun üçün bir dəfə 7-dən 13 çıxırıq. 20-6, bir dəfə də 7-nin üstə 13 gəlirik, cavab olur 20. Yəni, bir dəfə 7 ədədindən 13 vahid dilinə çıxırıq, bir dəfə də toplayırıq və cavabı tapmış oluruq. Yəni, bunun mahiyyəti nə deməkdir? 7-dən 7 buradadır. 7-dən 13 vahid sayırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13. Yəni, burada oldu 13. İndi bura qədər oldu 13. Yəni, bura qədər oldu məsafə 13. İndi sayırıq. Bu olacaq 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20. Deməli, bu 20
nöqtəsi 7-dən 20 nöqtəsi 13% məsafədədir. Yəni 7 onun üçün taxmaqdan ötürü bunu hər dəfə belə çəkməyə ehtiyac yoxdur. 7 üstə gəl 13, bir də solda eyni şəkildə dura bilər 13% məsafədə. O da 7 çıx 13. O da -6 və 20 olmuş olur. İndi gəlirik ədəd oxu üzərində 7 ədədindən 13 vahiddən kiçik. 13 vahiddən kiçik, yəni bu aralıqda duran ədədlərin taxmaq lazımdır. Hansı intervala düşür? Bir də 7-dən üstə 13, bir də 7-dən 13 çıxıb o intervalı götürmüş oluruq. Əgər bu da desə ki, 13 vahiddən kiçik olmayan nə deməkdir? Yəni 13 vahid məsafədə və ondan kiçik. Yəni böyük olmayanları götürmürük. 13 vahiddən kiçik olmayan desə, onda cavab burada olacaq 6-20. Ədəd oxunda 7 ədədindən 13 vahiddən böyük məsafədə deyilsə, böyük məsafədə dediyi zaman artıq kənarları götürmüş olacağıq. Yəni burada gördüyümüz kimi 7 çıx 13 -6 böyük. 13 vahid məsafədə 20 yerləşdi. Amma 20-dən böyük, yəni 13 vahiddən böyük nə olar? 14, 15, 16. O da nə olur onda? 20 müsbət sonsuzluq, mənfi sonsuzluq, -6. Əgər desə 13 vahiddən kiçik olmayan deyəndə onda cavab belə olacaqdır. Mənfi sonsuzluq, -6. Çünki burada kiçik olmayan deyəndə 13 vahid məsafədə olan ədədləri də götürə bilərik. Olacaqdır 20 müsbət sonsuz. Bu nə deməkdir? Daxildir. Yəni bura -6 ilə 20 də daxil olmuş olur. İndi ədəd oxu üzərində AB intervallarında yerləşən tam ədədlərin sayını taxmaqdan ötürü intervalda sonuncu ədəddən burada A və B heç biri daxil deyil. Onun üçün axırıncıdan birincini çıxıb, bir də 1 çıxmış oluruq. Məsələn, burada yazıram. 3 tutaq ki, daha rahat olsun, tez tapaq. 7 çıx 3 çıx 1. Məsələn, burada nə olacaq? 4, 5, 6, 3 dənə var da. 7 çıx 3, çıx 1. Oldu neçə? 3. Amma biri daxil olsa, onda elə 7 çıx 3 olacaq 4. Çünki 3, 4, 5, 6 olur. Əgər hər ikisi daxil olsa, onda 7 çıx 3 üstə gəl 1 olacaq, yəni 5 olacaq. Çünki 3, 4, 5, 6, bir də 7. Bunları yadda saxlamaq lazımdır, çünki irəlidə bizə lazım olacaq. İndi yenə demin test topusunda olan suallardan bir dənəsi, bu salan suallardan biridir. -2, 2 parçası 16 bərabər hissəyə bölünüb. Deməli, bura bütöv 4'dür. 16 bərabər hissəyə bölünürsə, o zaman biz 4'ü bölürük 16'ya. Yəni, hər bir xana arasındakı məsafəni tapmış oluruq. 4'ü 16'ya böləndə olur 4'də 1. Deməli, bu hər bir xana 4'də 1'dir. Məsələn, 4'də 1, 4'də 2, 4'də 3, 4'də 4, 4'də 5, 4'də 6, 4'də 7, 4'də 8, 4'də 8'də 2 olur. Yəni, ona görə burada B olur 4'də 7. Sola gedəndə isə -4'də 1, -4'də 2, -4'də 3. Ad olur -4'də 3. İndi 2B bərabərdir. Hər tərəfi 2'yə vuranda edir 2'də 7. Bu da edir 3/5. Hər tərəfi 4'ə vuranda 4A da bərabərdir -3. Onda 2B çıx 4A olduğu üçün 3/5 çıx -3 biz elədi 6/5. Bu da demin test topusunda olan suallardan biridir. İndi biraz əvvəl dedik, təkrar deyirik, əks ədədlər nə edilir? Mütləq qiymətcə bərabər, işarəcə əks olan. Yəni, hər ikisinin modulu bir-birinə bərabərdir. Biraz sonra modulda keçəcəyik. Mütləq qiymətcə bu deməkdir. Yəni, modulda -5 bərabərdir modulda 5. Bu da bərabərdir 5. Yəni, belədir, cəmi 0 desək. Cəmi 0 olan ədədlər qarşılıqlı əks ədədlərdir. Qarşılıqlı tərs ədədlər isə hasılı 1-ə bərabər olanlar. 5, 5'də 1, -4'də 1, -4, 3'də 2, 2'də 3. Yəni, bir-birinə vuranda cəm 1 olmalıdır. Onun üçün də istənilən ədədin tərsini tapmaq istəyirsə, məsələn, hər hansı bir ədəd olarsa, kökdə 5 plus 1, bunun tərsi olacaq 1 böl kökdə 5 plus 1. Hə, bunu irrasionaldan da qutara bilərik. İrrasionaldan qurtarsaq, yenə burada nə olacaq?
kökdə 5 çıx 1, kökdə 5 plus 1. Məsələn, bu cavablarda belə də verə bilər də. Kökdə 5 çıx 1. Kökdə 5 minus 1-ə vurduq, böldük. Yuxarıda qalır kökdə 5 çıx 1, aşağıda 5 çıx 1, yəni 4, kökdə 5 minus 1. Yəni, bunun tərsini bu şəkildə də verə bilər. Bunun tərsi həm belə verilə bilər, həm də kökdə 5 çıx 1 böl 4 kimi də verilə bilər. Bunları çünki bir-birinə vuranda cavab nə olur? 1 edir. Və yaxud da kökdə 2 minus 1, bunun tərsi olacaq nə? Kökdə 2 plus 1. Çünki bunları bir-birinə vuranda 2 çıx 1, cavab edir 1. Bu da tərsinə aid sual nümunələri idi. Keçdik. Ədədin modulu nəyə deyilir? Deməli, hesablama başlanğıcdan koordinatı A-ya bərabər olan nöqtəyə qədər olan məsafəyə A ədədinin modulu deyilir. Yəni, başlanğıc nöqtədən eyni məsafədə olan nöqtələrin həndəsi yeri. Yəni, bax, burada mənfi 3 də 0-dan 3 vaid məsafədədir. Müsbət 3 də 0-dan 3 cm məsafədədir. Yəni, bu istənilən nöqtə götürürüksə, onun koordinat başlanğıcdan olan məsafəsi deməkdir. Ona görə burada həmişə moduldan qiymət olaraq müsbət çıxır. Çünki məsafə dediyi üçün, məsələn, mənfi 11 deyirəmsə, mənfi 11 0-dan hansı məsafədədir? 11 cm və yaxud da 11. Ona görə cavab nə olur? Moduldan həmişə ədəd olaraq müsbət çıxmış olur. İndi modula nəyə bərabərdir? A-ya A böyükdür 0, mənfi A-ya A kiçikdir 0. Bu nə deməkdir? Məsələn, bu niyə görə mənfi? Yəni, bunun qabağına mənfi yazılması onun mənfi olması mənasına gəlir. Məsələn, modulda deyirəm ki, 7. Bu nə deməkdir? A kiçikdir 0. Kiçik 0 deyəndə demiş ki, qabağına mənfi yazır. Olur mənfi 7. Mənfi ilə də mənfini vuranda olur müsbət. Bu ona görə gəlir çıxır, müsbət olmuş olur. İndi burada modula aid sual var. Deməli, 3 çıx kökdə 5, üstə gəl kökdə 5 çıx 3. Bu 3 çıx kökdə 5 mənfiyə müsbət olmağını bilmək istəyirsə, bunu kök altında 9 yazar. Kök altı 9 elə 3 deməkdir də. Burada da kök altında 1 çıx kökdə 9. Görürük ki, birinci modulda olan kökdə 9 çıx kökdə 5 müsbətdir. İkinci modulda olan isə mənfidir. Ona görə çünki 5 9-dan kiçikdir, bunun qabağında da mənfi var. Ona görə birinci modul olduğu kimi çıxır. İkinci modulda isə mənfi ilə çıxardırıq. Yəni 3 çıx kökdə 5 yerini dəyişib çıxardırıq. Cavab olur 6 çıx 2 kökdə 5. İndi modulun xassələri 2 modulda olan 2 ədədin hasılı onların hasillərinin moduluna bərabərdir. 2 ədədin modulların nisbəti onların nisbətinin moduluna bərabərdir. Fərqi açıq bir modulda olduğu üçün bunların yerini dəyişə bilərik. Bunu eyni şəkildə kvadratlandır. Yəni, üstü cütdürsə, məsələn, bunu bu şəkildə də yaza bilərik. Düzdür, burada istifadə olunmayacaq, amma irəlidə istifadə olunacaq. Əgər burada üstü təkdirsə, onda yerini dəyişiriksə, mütləq burada mənfi 1 çıxmalıdır. Çünki mənfi 1-i 3 dəfə özünə vuranda mənfi 1 olur. Amma burada mənfi 1-in kvadratı yenə müsbət olduğu üçün yerlərini dəyişə bilərik. 2 ədədin fərqinin modulu onların modulları fərqindən böyük və ya bərabərdir. 2 ədədin cəminin modulu onların modulları cəmindən kiçik və ya bərabərdir. Bu xassələri də yadda saxlamaq lazımdır. İndi gəlirik 2025-ci il qəbula düşən sual. Burada da deməli, birinci baxırıq. 5 çıx 2/3-ün kvadratı təqribən eləyib 5 tam təqribən deyəndə 5 tam %29 edir. Üstə gəl, kökdə 5 çıxılsın. 2/2-nin kvadratı isə kök altında 4 tam %84 edir. Birinci modu görürük ki, 5 tam %29-dan kiçik olduğu üçün bu mənfi ilə çıxır. Yəni, yerin dəyişib də çıxarda bilərik. 2/3 çıxılsın. Kökdə 5. İkinci isə 5 4 tam %84-dən böyük olduğu üçün bu ilə moduldan, yəni müsbət olduğu üçün moduldan olduğu kimi çıxır. Bu deyilir 2/2. Bu da olur 0/1.
Cavab olur 0.1. Bu da demin test topusunda olan suallardan bir dənəsidir. Əvvəlkilər də qəbula düşüb. Burada görürük ki, cəm mənfi eləyib, hasil isə müsbət eləyib. Bu o zaman olar ki, bunlar hər ikisi mənfi olsun. Çünki mənfini mənfiyə vuranda müsbət eləyir. 2 mənfiyə də toplayanda mənfi olur. Deməli, A da kiçikdir 0, B də kiçikdir 0. Ona görə 1 bölü A, burada modulda olduğu üçün moduldan yazayım mənfi B, böl B kvadrat. Oldu 1 böl A, üstə gəl 1 böl B. Orta məxrəc AB çıxdığı üçün burada olur A plus B. Bu da mənfi 12 böl 2. Cavab olur mənfi 6. İndi isə gəlirik ədədin eniz dərəcədən qüvvəti. Hər biri A-ya bərabər olan en sayda vurğun hasilinə A-nın eniz dərəcədən qüvvəti deyilir. A burada qüvvətin əsası, en isə qüvvətin üstü adlanır. Qüvvətin aşağıdakı düsturları vardır. A üstü 0 bərabərdir 1-ə. Yəni burada Y üstü 0, biraz əvvəl öyrənmişdik, Y-dədir, təqribən 2,71. Onun da üstü 0 bərabərdir 1. Pi üstü 0 bərabərdir 1. Sonra A üstü 1 ilə A-ya bərabərdir. Əgər qüvvətin əsası eyni, qüvvət üstləri fərqli olarsa, onda qüvvət qalır, qüvvət üstləri toplanır. Məsələn, 2 üstü 3 vurulsun, 2 üstü 5. Bu olur 2 üstü 3 plus 5, 2 üstü 8. Bölmə olanda isə qüvvətin əsası olduğu kimi qalır. Üstlər nə olur? Çıxılır. 2 üstü elə 2 olsun. Burada olur 2 üstü 5 çıx 2, yəni 2 üstü 3. Sonra A üstü n vurulsun B üstü n. Burada məsələn 3 üstü 2 vurulsun 5 üstü 2. Bulur 15 üstü 2. Bölmə olanda məsəl üçün 12 üstü 2, 12 üstü tutaq ki 4 bölünsün 6 üstü 4. Bu da eləyir 2 üstü 4. Əsaslar bölünür, qüvvət üstü olduğu kimi qalır. Qüvvətin qüvvəti 2 üstü 3 üstü 4. Qüvvət üstləri vurulur bir-birinə. 3 vur 4 eləyir 2 üstü 12. Sonra A üstü B üstü C üstü K üstü P olanda bunların hər birisini P-yə görə qüvvətə yüksəltmiş olur. Ona görə olur A üstü P, B üstü MP, C üstü KP. Yəni hər birisini qüvvətə yüksəltmək lazım. Misal üçün yazıram. Deyək ki, A kvadrat B, C üstü 4. Burada da 3 olsun. Olur A üstü 8, B üstü 12, C üstü 4. Sonra A üstü mənfiyim bərabərdir 1 bölü A üstü. Məsələn, 3 üstü mənfi 3 bərabərdir 1 bölü 3'ün kubu. Bu da deyir 27'də 1. 4 üstü mənfi 1 bərabərdir 1 bölü 4, 4'də 1. Sonra mənfi ədədi qüvvət, cüt sayda qüvvəti yüksəldəndə müsbət olur. Yəni, mənfi 2 vurur mənfi 2, 4. Mənfi 2'nin kvadratı, amma mötərizdə yazılmayıbsa, o zaman mənfi 4 olur. Amma burada mənfi 2 üstü 3 yazsaq, cavab olacaqdır mənfi 8. Bunu belə də yazsaq, yenə də olur mənfi 8. İndi bu misala baxaq, yuxarıdakı misala. Deməli, 3 üstü 3, 5 üstü 8, 2 üstü 9 ədədi neçə rəqəmlidir? Bunun üçün 5 üstü 8 vur, 2 üstü 9 yazırıq, 2 üstü 8 vur, 1 kimi yaza bilərik. 2 vur, 2 üstü 8 vur, 2 kimi yaza bilərik. Çünki üstlər toplananda 2 üstü 9 olur. Bu isə bu düstura görə 10 üstü 8 deməkdir. Yerdə qaldı 27 ilə 2. 27-ni də 2'yə vuranda 54, vur 10 üstü 8. Bu da burada 8, 0, 2 dənə də rəqəm, 8, 0 üstü gəlir 2 rəqəm eləyir 10 rəqəmli ədəd. Və yaxud da burada tək-təkdə saya bilərsiniz. Cavab olur 10 rəqəmli. Yəni, cavab 10 olmuş olur. İndi ədədin eniz dərəcənin qüvvətinə aid başqa misal, bu da divin test topusunda buna oxşar suallar var. Deməli, moduldan müsbət olduğu üçün, burada həmişə kvadrat olduğu üçün müsbət olur. 2 müsbət ədədin cəmi mənfi ola bilmədiyi üçün bu hal getdi. Qalır bərabərlik halı. Bərabərlik halında bunlar hər ikisi gəlir ki, onda 0 olsun. Çünki başqa halda bu mümkün deyil. Ona görə x çıxır 3 sıra bərabər eləyirik. X olur 3,
X üstə gəl, Y üstə gəl 5 bərabər 0. X-in də qiymətini yerinə qoyub Y-də tapmış oluruq. Və buradan X çıx Y fərqini tapırıq. Bu da belə bir sual nümunəsi. Dimin test topusunda da buna aid suallar var. Bu nümunəyə baxıb o sualları da işləyə bilərsiniz. İndi yenə dimin test topusunda olan suallardan bir dənəsi. Deməli, A vur B kvadrat kiçikdir 0. AB kvadrat çıx AB böyükdür 0. B vursa kiçikdir 0 olarsa aşağıdakilərdən hansı doğrudur? Burada B kvadrat hər zaman müsbətdir. Mənfi müsbət olmağından asılı olmayaraq. Çünki mənfi ədədinə kvadratı müsbət eləyir. Müsbət ədədinə kvadratı zaten müsbətdir. Ona görə burada A mənfi olmalıdır. A kiçikdir 0. Burada isə yazıb AB kvadrat çıxılsın AB böyükdür 0. Ona görə burada AB-ni sağa keçsək, AB kvadrat böyükdür AB. Buradan da alırıq ki, AB kiçikdir AB kvadrat. AB kvadrat kiçik 0 olduğu üçün deməli AB də kiçikdir 0. İndi A mənfidirsə, onda B müsbət olmalıdır. Yəni buradan tapırıq B böyükdür 0. Və B böyükdür 0-sa, onda bu hasının kiçik 0 olması C də kiçikdir 0 olmalıdır. Ədədin n-ci dərəcədən kökü. N böyükdür 1. N-ci dərəcənin qüvvəti A-ya bərabər olan ədədə A ədədinin n-ci dərəcədən kökü deyilir. Kök və ya radikal. Kök altında n-ci dərəcədən A kimi işarə olunur. Burada n kökün dərəcəsi, A isə kökün altındakı ədəd və ifadə adlanır. Kök alma əməli qüvvəti yüksəltmənin tərsinə bərabərdir. Tərsi adlanır. Məsələn, burada kök altında 25 yazıbsa, bu deməkdir ki, hansı ədədin kvadratı 25-ə bərabərdir? 5-in kvadratı. Hansı ədədin kubu 27-yə bərabərdir? 3-ün kubu. Buna deyilir kub kök, buna deyilir kvadrat kök. Kökün bəzi düsturlarına baxaq. Deməli, burada 2 olanda yazılmır. Elə kök altda A yazdır. Qalan hallarda isə 3 olanda, qalan 3, 4, 5 və s. olduqda isə bu hallarda kökün dərəcəsi yazılır. Dərəcələri eyni olan kökləri vuranda kökün altında olduğu kimi qalır. Dərəcə olduğu kimi qalır. Kökün altındakı ədədləri və yaxud da ifadələri bir-birinə vururuq. Böləndə də misal burada bir misal yazaq. 3-cü dərəcədən 2 vurulsun 3-cü dərəcədən 5. Bu olur 3-cü dərəcədən 10. Ta ki burada 4-cü dərəcədən 36 bölünsün 4-cü dərəcədən tutaq ki 2. Bu 4-cü dərəcədən 16, 36 bölü 2. Bu deyil 2. Yəni 2-ni 4 dəfə öz-özünə vuranda 16-ya bərabər olmuş olur. Sonra kökün əsas xassəsi nə gəlməmişdən əvvəl bir şey deyək ki, yəni kökün əlavə yenə düsturları var. Amma onu kvadrat kökləri keçərkən orada təkrar izahını verəcəyik. Amma burada ən əsas, ən önəmli düsturlardan bir dənəsi, bir dənə xassələrindən bir dənəsi də budur. Bunu çox vaxt səhv edir şagirdlər. Misal üçün 11 olanda da, məsələn bu cüt olanda da, tək olanda da elə kökün altındakı ədəd nədir, onu çıxarırlar. Amma bu doğru deyil. Yəni bunu bu şəkildə yazsaq, ta ki 4-cü dərəcədən x minus 1 üstü 4 misal üçün yazıram. Bunu x çıx 1 çıxarsa bu səhv olmuş olur. Bu mütləq nə olmalıdır? Modulda çıxmalıdır ki, düz olsun. Əgər modulda çıxartmırıqsa, o zaman səhv eləmiş oluruq. Hə, nə vaxt belə çıxar? Əgər 3-cü dərəcədən olarsa, məsələn, x çıx 1-in kubu olsa, burada modula ehtiyac yoxdur. Çünki demiş ki, tək olanda 2k plus 1 nədir? Yəni n tək. Burada isə n cüt. Tək olanda elə özü çıxmış olur. Yəni x çıx 1 yaza bilərik. Amma cüt olanda bunu yazmaq olmaz. Cüt olanda mütləq modulda yazılmalıdır. İndi burada sual nümunəsinə baxaq. 11-ci dərəcədən a üstü 11 kök altı 12-ci dərəcədən a üstü 12 ifadəsini sadələşdir. Yəni 11 təkdir. Ona görə elə olduğu kimi çıxır. Amma 12 cütdür modula çıxır. İndi bu a kiçikdir 0 görə verib ki, biz bu moduldan a-nı çıxara bilək. Buna bizim işimiz yoxdur. Ona görə a qalır yerində, modul a-nın yerinə isə mənfi a yazırıq. Çünki modulda a olanda olur mənfi a. A üstə gəl a, bu da olur 2a. Cavab oldu 2a.
Sonra burada dərəcələri müxtəlif olan kökləri bir-birinə vurarkən dərəcələri eyniləşdirməliyik. Misal üçün yazıraq. Burada deyək ki, kök altında 3. Deyək ki, ikinci dərəcədən, üçüncü dərəcədən kök altında 2. Burada 2-dir, burada 3-dür. Onda bunların ikisində 2 ilə 3-ə əkob 6 olur. 6-ya gətiririk. 3 üstü 2 vurulsun. Burada da 6 gəlsə 2-yə vuracaq. 2 üstü 2. Burada da olur 6, 3 üstü 2, 9 vur 4, 36. Yəni bu ikisinin hasili əslində nə edir? 6-cı dərəcədən kök altında 36-ya bərabər olmuş olur. İndi biraz əvvəlki qaydaya aid belə bir dənə sual var. Buraxılış qəbuluna düşüb. Deməli, bu bərabərdir. Cüt olduğu üçün yazırıq modulda x çıx 13, modulda x çıx 2 bərabərdir. İndi modulda x-in qiyməti 4 ilə 10 arasındadır. Ən böyük 10 olduğu üçün, deməli 4 10 arası olduğu üçün bu mənfidir. Ona görə burada qabağına mənfi yazıb çıxardırıq. Burada isə ən kiçik qiymət 4, 4 də 2-dən müsbət. Deməli, x-in bütün qiymətlərində bu şərti görə müsbət olur. Elə olduğu kimi çıxmış olur moduldan. Bunu da sadələşdirsək. X çıx 2. Bu da bərabər neçə olur? Cavab 11. Deməli, cavab olur 11. Keçdik buranı da. İndi uyğunluğu müəyyən edin. Bu ədədlərin hansı müsbət, hansı mənfi olduğunu tapmaq üçün yaxşı olar ki, bunu biz kökün altına, bu vuruğu kökün altına salaq. Yenə kvadrat kökləri keçərkən, hərqi üstü qüvvət kvadrat köklər mövzusunu keçərkən, orada vurğun kök işarəsi altına salınma qaydasını təkrar orada izah edəcəyik. Amma burada kvadrat dərəcə 2-dir. Bunlar rahatdır. Bu kökün altına salmaq üçün altını kvadratı yüksəldib yazırıq kökün altında. Burada da 4-ün kvadratı vur 5. Bu olur kök altında 36 vur 2 72. Bu da olur 45. Daha doğrusu 16 vur 5 80. Yüksəldir bunu. Burada da olur 16 vur 5 80. İndi 72 80'dən kiçik olduğu üçün burada da kök altında 80 də kök altında 72-dən böyük olacaq. Amma onun qabağında mənfi olsun. Deməli, bu oldu mənfi. Burada isə 36 vur 5 25 vur 6. 36'ın 5'e vuranda 180. Çıxılsın. 25'i 6 vuranda 150. Bu böyükdür 0. Burada 16 vur 3'də birbaş yazırıq 48. Çıx 45. Bu da böyükdür 0. 9 vur 5 16 vur 3. Burada 4 vur 90. 360. 9 vur 4. 40 o da 360. Belə də 0. Burada 64. 128 çıx. Kökdə 130. Bu da kiçikdir 0 olmuş olur. İndi cavablara baxırıq. Deməli, müsbət ədəddir. Müsbət ədəd hansı oldu? B bəndi, bir də C bəndi. Deməli, B, C. Mənfi ədəd hansı oldu? A ilə Y. A, Y mənfi oldu. 0-a bərabər isə D bəndi oldu. Belə bu şəkildə həll eləmiş olduq. Bu sualı da necə həll olunduğunu göstərmiş olduq. Ümumiyyətlə, belə ədədlər verəndə də, müqayisə eləyəndə də vuruğu kökün altına salıb ona görə müqayisə eləsəniz daha yaxşı olar. İndi ədədi orta. Ədədi orta nə edilir? Ədədlərin cəminin onların sayına olan nisbəti. Yəni, neçə dənə ədəd veribsə toplayırıq, ümumi sayına bölürük, tapırıq ədədi orta. Burada gördüyümüz kimi 3 ədədində ədədi ortasının tapılma qaydası verilib, nümunədə toplayıb 3-ə bölürük. İndi belə bir dənə nümunə var. 3 oğlun yaşlarının ədədi ortası 10. Ataları ilə yaşların ədədi ortası 17, 15 olarsa, atanın yaşını tapın. 3 oğlun ədədi ortasını, oğlanın yaşlarını B, C, D hərflərlə işarə etsək, onda B üstə gəl, C üstə gəl, D bölü 3 bərabərdir 10. Və buradan hər tərəf 3-ə vursaq, deməli, oğulların yaşları cəm oldu 30.
İndi bu 3 dənə oğul üstə gəl atanı da gələndə artı oldu 4 nəfər. Ona görə 4-ə bölürük. Onda ədədi orta olub 17 onda 5. Və A üstə gəl, B üstə gəl, C üstə gəl, D. 4-ü vuranda 70. Bu A üstə, B üstə gəl, C üstə gəl, D də 30 verib. Onda buradan yəni burada atanın yaşını soruşduğu üçün deməli bu üçün cəmi oğulların yaşları cəmi 30 idi axı. 70-dən də 30 çıxan zaman atanın yaşını tapmış olur. O da olur 40. Məsələn burada yenə 2012-də qəbula düşən sual 6 ədədin ədədi ortası 14-ə bərabərdir. Bu ədədlərdən birini çıxdıqdan sonra ədədi orta 12 oldu. Deməli 6 dənə ədəd var. A1, A2, A3, A4, A5, A6. Bölünsün 6 bərabərdir 14. A4, A5, A6. 6 vur 14 elədi 84. İndi bunlardan birini çıxırıq. Birini çıxanda qalır 5 dənəsi. Yəni A1, A2, A3, A4, A5. Bölünsün 5 bərabərdir 12. A3, A4, A5. Bu da elədi 60. Deməli 5-in cəmi 60 idi. 6-sının cəmi 84. 6 bərabərdir nədir? 84 çıx 60, 24. Deməli çıxılmış ədəd nəymiş? 24 imiş. Yəni 6 ədəd, sonra 5 dənə ədəd, 5 dənə ədədin cəmi 60 oldu. Çıxılmış ədədi soruşur, 6-dır. 84-dən də 60 çıxdıq, cavab oldu 24. Sonra indi gəlirik moda median. Moda median nə deməkdir? Məlumatları təhlil etmək, nəticə çıxarmaq, qərar vermək üçün bir sıra parametrlərin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Yəni o nədir? Ədədlərin modası nədir? Median nədir? Ədədi ortanı biraz əvvəl izah elədik. Ən böyük fərq nədir? Bunları tapmamız lazım olur. Statistik məlumatlar verir bizə. Statistik məlumatlar verilən zaman deyir ki, burada moda nədir? Yəni moda verilən ədədlər içərisində ən çox təkrarlanan ədəd olur moda. Ola bilsin ki, ədəd 2 modalı da ola bilər, 3 modalı da ola bilər. Yəni, məsələn, 2 ədəd olar, o 2 ədəddən eyni sayda ola bilər. Məsələn, deyək ki, 3 dənə 23 olduğu kimi, burada 3 dənə də, məsələn, 23, 1, 2, 3. 3 dənə də, məsələn, 15 ola bilər. Onda deyək, bunun modası 2-dir. 2 modalıdır, daha doğrusu. Amma burada bir dənə var. O da ən çox təkrarlanan 23-dür. Ona görə deyirim moda 23-dür. Medianı tapmaq üçünsə ədədlər çoxluğunu artan sırada düzürük. Sonra ortaya düşən ədəd olur ədədlər sırasının medianı. Məsələn, burada qarışıq verilib. Sonra kiçikdən böyüyə düzürük. 12, 13, 21, 22, 20, 31, 32, 34, 35, 42. Və ortaya düşən 31 ədədini tapaq. Ortaya düşən 31 ədəd olur median. Çünki 1, 2, 3, 4, 1, 2, 3, 4. Cəmi 9 dənə ədəd var. Ortada duran 31-dir. Ola bilsin ki, bura bir dənə başqa bir ədəd yazsaq, sən deyək ki, 43 olsaq, onda ortada duranlar 2 dənə olur. Bu 2 dənə ədədin ortasını tapırıq. Yəni 31 üstə gəl 32 böl 2. Bu olur, məsələn, 63 böl 2. Bu da neçə eləyir? 31,5. Yəni moda olur burada 31,5. Median olur 31,5. Yəni medianı tapanda əgər 2 dənə ədəd ortaya düşürsə, onların ədədi ortasını tapırıq və medianı o qaydada tapmış oluruq. Bu da belə. İndi gəlirik ən böyük fərq. Ən böyük fərq nədir? Ədədlər sırasındakı ən böyük ədədlə ən kiçik ədədin fərqi. Adından da göründüyü kimi ən böyük fərq. Burada ən kiçik ədəd 12-dir. Burada ən böyük ədəd 52-dir. 52-dən 12 çıxanda deməli ən böyük fərq nə olmuş olur? 40 olmuş olur. Həndəsi orta nədir? Ədədi ortanı biraz əvvəl dedik. Ədədi ortada toplayıb sayına bölürdük. Həndəsi ortada isə 2 və daha çox sayda ədədlər isə onların hasillərin sayının dərəcədən kökünə. Məsələn, 3 ədəddirsə, 3-cü dərəcədən kök altda hasil olmuş olacaq.
Məsələn, burada nümunədə də görürsünüz. 3 dənə ədəd verib. 27, 64, 125, 3-cü dərəcədən və bunların həndəsi ortasının olmuş olur 60. Yəni ədədlərin sayı qədər kökün dərəcəsi olur. Əgər 4 dənə ədədin hasil etsə, 4-cü dərəcədən kök altda həmin ədədlərin hasil olmuş olacaq. Buna da deyilir həndəsi orta. Bu arada belə bir dənə məşhur bərabərsizlik var. 2 ədədin ədədi ortası onların həndəsi ortasından böyük və ya bərabər. Düzdür, biz bunu burada istifadə eləməyəcəyik, amma əlavə olaraq demiş olum. Yəni 2 ədədin ədədi ortası həmişə onların həndəsi ortasından böyük və ya bərabər olmuş olur. İndi gəlirik mütləq xəta. Mütləq xəta nədir? Ədədin dəqiq qiyməti ilə təqribi qiymətin fərqinin moduluna deyilir mütləq xəta. Misal üçün, burada sual var. Cihazın işləməsində alınan nəticə 2,48-dir. Bu nəticəni 0,1-ə qədər yuvarlaqlaşdırıb. Yəni, bura qədər. Burada rəqəmin biri itmiş olacaq. Mütləq xətanı tapın. Birinci addım 0,1-ə qədər yuvarlaqlaşdırmaq. Deməli, nə olacaq? 2,48 olacaq. Yuvarlaqlaşdırandan sonra 2,5. İndi dəqiq qiyməti budur. Təqribi qiyməti budur. Arada fərq tapdı, oldu mütləq xəta bu. Deməli, mütləq xəta 0,1-ə qədər yuvarlaqlaşdırsa, mütləq xəta 0,2 olmuş olacaq. Mütləq xətanın qiymətinin kəmiyyətin təqribi qiymətin moduluna olan nisbəti təqribi qiymətin nisbi xətası olur. Deməli, indi burada misalda görürsünüz 5,45 ədədini təkliklərə qədər yuvarlaqlaşdırın və nisbi xətasını faizlə ifadə edin. Təkliklərə qədər yuvarlaqlaşdırsaq, bura qədər olur. 4 olduğu üçün 5 olur. Əgər burada rəqəm 5 olsaydı, onda bu 6 olardı. 5 və 5-dən yuxarı olanda bir vahid əvvəlki rəqəmin üzərində gəlmiş olur. Burada tutaq ki 5 olsaydı dediyim kimi 6, 7 olsaydı yenə 6, 8 olsaydı yenə bu 5, 6 olacaqdı. İndi mütləq xətanı tapırıq. Mütləq xəta 5-dən %45 çıxsın 5. O da edir 0-dan %45. Yəni, mütləq xətanın təqribi qiymətə nisbəti olur nisbi xəta. Mütləq xəta 0-dan %45-dir. Təqribi qiymətdə nə idi? 5 idi. Bunu bölüb 100-ə vuranda da olur nisbi xəta faizi. Nisbi xətası olur 0-dan %45 böl 5, o da 45 bölünsün 500, orada da ixtisarları edib tapmaq olar. Amma 100-ə vurduğu üçün ona ehtiyac olmur. Burada olur 9%. Deməli, nisbi xəta faizi oldu 9. İndi gəldik ədədin tam və kəsir hissəsinə. Verilən ədəddən kiçik ən böyük tam ədədə deyilir həmin ədədin tam hissəsi. Verilən ədəddən kiçik ən böyük tam ədəd. Məsələn, 3,7-dən kiçik ən böyük tam ədəd nədir? 3. 0,2-dən kiçik ən böyük tam ədəd nədir? 0. Yəni, bu özü əslində kəsirdir. Tam hissəsi də 0-dır. Kəsir hissəsi də olur 0,2. Tam ədədlərin tam hissəsi ilə özü olur. Kəsir hissəsi 0 olmuş olur. Mənfi 3,7. Bundan kiçik ən böyük tam ədəd nə olur? Mənfi 4. Mənfi 0,6-dan kiçik ən kiçik tam ədəd, ən böyük tam ədəd nədir? Mənfi 1. Kökdə 17 olanda 5 plus 4,1, 9,1, onun da tam hissəsi olur 9. Yəni, burada indi kəsr hissəsini tapanda ümumiyyətlə hər bir ədəd daha doğrusu tam və kəsr hissələrinin cəmindən ibarətdir. A burada tam hissə, bu mötərizənin içərisində yazılan isə, fiqurlu mötərizənin içərisində yazılan isə kəsr hissədir. Kvadrat mötərizədə olan tam, bu olur kəsr. İndi, tam hissəsini tapandan sonra, ədədin kəsr hissəsini tapanda, ədədin özündən tam hissəni çıxırıq. Və kəsr hissədə hər zaman 0-1 arasındadır. Kəsr hissə mənfi ola bilməz. Birdən böyük ola bilməz. Çünki kəsr deyirik biz. Kəsr ədədlər nədir? 0-la 1 arasında yerləşən ədədlər.
İndi 5-in kəsr hissəsi 0. 0.7-in kəsr hissəsi ilə özü kəsr olsun 0.7. 3.6-nın kəsr hissəsi bax. 3.6-dan çıxırıq tam hissəsi 3 olur 0.6. Bunu düzdür, belə bir tezlə tahmaq olar. 3 0.6. Bu şəkildə yazında tam hissə 3, kəsr hissə 0.6. Mənfi 2.7 mənfi 3 plus 0.3. Tam hissə mənfi 3, kəsr hissə 0.3. Bu şəkildə də yazanda olur mənfi 3 çıxanda gəlib çıxır. Bunu almış oluruq. Burada isə 3 plus kökdə 7, kökdə 7-nin tam hissəsi 2 tam neçəsi olur? Onun üstünə gələndə, 3-ü də üstünə gələndə 5, deməli tam hissə olur 5. Ədədin özü 3 plus kökdə 7-dən də 5-i çıxan zaman kökdə 7 çıx 2 olur, kəsr hissə. Bu şəkildə kəsr hissəni tapmış oluruq. İndi burada dibin test topusunda olan suallardan biridir. Deyir, kəsr hissəsini tap. Bunu tapmaqdan ötürü kökdə 17-dən təqribən 4-dən böyük ədəd çıxır. 4-dən böyük ədəd çıxdığı üçün 4-dən böyük ədəddən 9-u çıxanda edir mənfi 4-dən neçəsə. Yəni tam hissəsi olur mənfi 5. Amma bunu belə də yaza bilərik. Təqribən buradan deyək ki, kökdə 17-dən çıxır təqribən 4,1 çıxılsın 9. Bu da təqribən olur mənfi 4,9. Bunun da tam hissəsi mənfi 4,9-dan kiçik. Ən böyük tam ədəd mənfi 5-dir. Deməli, bunun tam hissəsi oldu mənfi 5. Kəsr hissəsini də tapanda biraz əvvəl dediyimiz kimi ədədin özündən tam hissəni çıxırıq. Buradan olur kökdə 17 çıx 4. Yəni cavab olur B bəndi. Amma belə tez tapmaq istəyiriksə, kökdə 17 çıx 9, kökdə 17 9-dan kiçiksə, yəni bu mənfi ədəddir. Mənfi olduğu üçün 17-dən 4. Elə ki 4 çıx 9 cavab olur nə? Mənfi 5. Bu şəkildə də tapa bilərsiniz birbaşa. 4 çıx 9. Deməli, tam hissə oldu mənfi 5. Kəsr hissə isə yenə tam hissəni tapandan sonra elə kökdə 17 çıx 4 tapmış olaraq. Yəni, həm bu şəkildə, həm də bu formada tam hissəni tapmış ola bilərsiniz. Tam hissəni tapandan sonra da kəsr hissəni tapmaq olur. Ədədin özündən tam hissəni çıxıb kəsr hissəsini tapmış oluruq. Burada isə dibin test topusunda və əvvəlkilərdə qəbula düşən sualdır. Kökdə 15 çıxılsın kökün altında, bu da 2, 4, 12. Bu ikisinin isə hər ikisinin tam hissəsi 3 olduqda 3 olur da. Kökdə 15-in də tam hissəsi 3-dür. Kökdə 12-in də tam hissəsi 3-dür. Tam hissələrdə çıxanda 0 qalır. Deməli, əslində bu ədəd elə özü nədir? Kəsr. Bu kəsr ədəddir. Çünki 0 ilə 1 arasındadır. 0 ilə 1 arasında olduğu üçün bu elə əslində özü kəsr ədəddir. Bu kəsr ədəddir. İndi bunun əksi nə olur? Mənfi A olur. Kökdə 12 çıxılsın kökdə 15. Bunu da bir-birinə vuranda kökdə 12 çıx kökdə 15, kökdə 15 çıx kökdə 12. Bunları da bir-birinə vuranda mənfi 12 çıx mənfi 15 çıxılsın 2 kök altında 15 vur kök altında 12. Bu da elədir mənfi 27 15 12. Bu da eləyir 15-i yazmaq olar. Kökdə 15 vur kökdə 12. Bu da bərabərdir. Mənfi 27 çıxılsın 12 vur 15. 15 vur 12. Bunu hesablasaq. Deməli, burada yazırıq 2. 5 vur 3. 4 vur 3. Bu da bərabərdir. Deməli, 3, 2, 6 çıxır. Mənfi 27, 12 kökdə 5. Burada plus olur. Arada düzəldir. Burada çünki mənfi kökdə 15, mənfi kökdə 12 vuranda müsbətliyi, bu da müsbət. Ona görə burada plus olur.
Cavab olur yekunda 12 kökdə 5 çıxılsın 27. Yəni cavab A bəndi olmuş olur. Ədədin standart şəkli. Ədədin standart şəkli nə edilir? Hər hansı müsbət bir A ədədinin A vurulsun 10 üstü n kimi yazılması, şəklində yazılması onun standart şəkli adlanır. Burada A qiymətli hissədir. Yəni A 1 ilə 10 arasında qiymət ala bilər. N isə tərtibdir. N də burada tam ədəd olar. Yəni mənfi də ola bilər, müsbət tam ədəd də ola bilər. Burada misala baxırıq. Məsəl üçün, bu verilmiş ədədin standart formada göstərin və qiymətli hissə ilə tərtibin hasilini tapın. Burada görürüz ki, 2.5-dən ardığımız zaman vergülü 1, 2, 3, 4, 5. Arada 5 dənə rəqəm var. Ona görə burada 10 üstü mənfi 5 olur. 2.5 vur 10 üstü mənfi 5. Qiymətli hissə 2.5. Tərtib isə mənfi 5 olur. Onların da hasılı olur mənfi 12.5. İndi isə burada gəlirik, misal üçün yazırıq A bərabərdir 2 vur 10 üstü 5 və B bərabərdir n vur 10 üstü 4. Standart formada verilmiş ədədlərdir. A, B hasının tərtibi 10 olarsa M-in ala biləcəyi tam ədədlərin cəmini tapın. Dimin test topusunda da buna oxşar sual var. Deməli, burada M 1 ilə 10 arasında olmalıdır. AB hasili nə olur? 2M, bunları bir-birinə vurdu. 2M, 10 üstü 9. Əgər tərtib 10 ediriksə, o zaman nə olmalıdır burada? 0,10'da 2M yazmalıyıq ki, tərtib 10 olsun. İndi burada da 0,10'da 2 qiymətli hissə daha. Qiymətli hissədə demişik, nə hansı arada olmalıdır? 1 ilə 10 arasında. Ona görə 1 kiçik bərabərdir 0,2M, kiçikdir 10. Bir də burada da M biz maksimum 10'a qədər ədəd verə bilər də, 10 daxil olmamaqla. İndi bunun da buradan hər tərəfini 5'ə vursaq, 5 kiçik bərabərdir, M kiçik bərabərdir 50. Deməli, M nə ala bilər buradan? 5 ala bilər, 6, 7, 8, 9. Yəni 5 dənə qiymət ala bilər. Bunların da cəmi olur 35. Dimin test topusunda olan sualda isə onların sayını soruşurdu. Məsələn, desəydi neçə dənə M qiymət ala bilər, onda deyəcək ki, 5 qiymət alır. Amma burada cəmin dediyinə görə cəmin tapmış oluruq. İndi belə bir dənə misal var. Yenə bu dimin test topusunda olan suallardan biridir. Deyir ki, M çıx N 3 ifadəsinin ən kiçik qiymətində standart şəkildə yazılmış A bərabərdir N vur 10 üstü N və B bərabərdir N vur 10 üstü N ədədlərin hasilinin standart şəkildə yazılışında qiymətli hissənin ala biləcəyi ədədlərin cəmini tapın. Deməli, bu ən kiçik qiymət olması üçün M çıx 3N bərabərdir 0. Bilirik ki, moduldan həmişə müsbət ədəd çıxır. Ən kiçik qiymət olması üçün bu 0 olmalıdır. Yəni, M bərabərdir burada nəyə? 3N-ə. İndi, burada ədədlərin hasili isə olur A vur B bərabərdir M, N vurulsun 10 üstü M plus N. İndi burada biz N-ə 1 verə bilərik. M olar 3. Bu qiymətli hissədə 1 çıxılsın MN kiçik bərabərdir MN, o da kiçikdir 10. Bu şərti keçməməlidir. İndi burada M ilə N-in hasili olur 3. Sonra M bərabərdir 2. M də bərabərdir olur 6. Sonra M bərabərdir 2 vur 6, 12. Burada da M plus M bərabərdir 3. M də bərabərdir 9. Bunu da verə bilərik. M bərabərdir 4 verə bilmərik. Çünki M bərabərdir neçə olur onda? 4 vur 3, 12 olur. Biz demişik qiymətli hissə. Burada qiymətli hissələr hansı arada olmalıdır? M də 1 ilə 10 arasında olmalıdır. N də 1 ilə 10 arasında olmalıdır. Ona görə biz burada artıq N-ə 4 verdikdə M 12 olur. Bu qayda pozulur. Ona görə buranı götürə bilmərik. İndi birincidə qiymətli hissə M-in neçə olur? M vur N olur 3.
İkincidə qiymətli hissə nə olur? 2 vur 6, 12. Amma 12 götürməyəcək də biz burada. Çünki A vur B 12 vurulsun. 3 vur 2 vur 6, 12. 10 üstü neçə olur? 8. Burada axı qiymətli hissə 1 ilə 10 arasında olmalıdır. Amma burada 12 olur. 12 götürə bilmədiyimiz üçün bunu yazır nə? 1 onda 2 vurulsun. 10 üstü neçə olur? 9. Deməli, onda burada oldu 1 tam onda 2. Və burada deməli, n vur n bərabərdir. 3 vur 9, 27. Burada qiymətli hissə olacaq. 2 onda 7. Çünki 27 vur 10 üstü 8. Bu da 2 onda 7 vur 10 üstü 9 olur. Demək, qiymətli hissə olur 2 onda 7. İndi bunların da cəmi 3 üstə gəl 1 onda 2 üstə gəl 2 onda 7. Bu da edir 6 onda 9. Deməli, onda standart şəkildə yazışında qiymətli hissənin ala biləcəyi ədədlərin cəmi olur 6 onda 9. Cavab oldu 6 onda 9. İndi əvvəlki illər qəblə düşən suallar var burada. Bu sualların izahını verək. Demək, kökün altında 1 tam %44 çıxsın, 1 tam %21 çıx 0 onda 4. Bu da bərabərdir kök altında 1 tam %44 vurulsun 0 tam %81 eləyir. Bu da bərabərdir 1 tam %44-dən 1 çıxır, 1 tam onda 2 çıxır, 0 tam %81-dən də 0 tam onda 9 çıxır. Bunları da bir-birinə vuran zaman eləyir 1 tam %8. Cavab olur A bəndi. Burada isə ikinci sualda 27 vurulsun 1 böl 3 üstü 4 üstü 2. 27 3 üstü 3 deməkdir. Bölünsün 3 üstü 4 üstü 2. Burada ixtisar yerində qalır 1 böl 3 üstü. Buradan 4 çıxır 1 qalır 2. Bu da eləyir 9'da 1. Bu sualda isə deməli 75'i yazırıq 25 vur 3 kimi. 108'i yazırıq 36 vur 3 kimi. 48'i yazırıq 16 vur 3 kimi. Bu da eləyib 5 kökdə 3. 6 kökdə 3 çıx 4 kökdə 3. Bunları isə topladığımız zaman eləyir 7 kökdə 3. Məsələn, burada sualı belə də soruşa bilər ki, bu ifadənin tam hissəsini tap. Deməli, bunun tam hissəsini tapmaq üçün əlavə olaraq deyim ki, məsələn, 7 kökdə 3, bunun tam hissəsini tapmaq üçün kökün altına salırıq 49 vur 3. Bunu da vurandan inir 147. 3 9'un 27, 12, 147. 147'dən də tam ədəd nə çıxır? Bunun da tam hissəsi olur. Kök altında 147'nin 12. Çünki 12 144 eləyir. Tam hissəsi eləyir 12. Kəs hissəsini soruşsaydı 147 çıxılsın 12 olacaq. Yəni bu formada da suallar düşə bilər. Bu da belə həll olmuş oldu. Nəticədə dərsimiz yekunlaşdı. Diqqətlə qulaq asdığınız üçün hər birinizə təşəkkür edirik. Belə videoların davamı üçün kanala abunə olmağınız xahiş olur. Sağ olun, Allah amanında.